Özünü Tokyoda izdihamlı bir metro stansiyasında pik saatdə dayandığını təsəvvür et. Minlərlə insan hərəkət edir, amma demək olar ki, səssizlik var. İndi isə daha yaxından bax. 5 yaşlı bir uşağın anasının yanında tam sakit şəkildə oturduğunu görürsən. Nə iPad, nə qışqırıq, nə də şirniyyat üçün yalvarış. Sadəcə sakitlik. Niyə digər ölkələrdə valideynlərin 80%-i gündəlik əsəb partlayışlarından yorulduğunu bildirir? Halbuki, Yaponiyada uşaqlar demək olar ki, fəvqəltəbii bir emosional özünü idarə və itaətə sahib kimi görünür. Əgər bunun səbəbinin sadəcə sərtlik və ya qorxu olduğunu düşünürsənsə, tamamilə yanılırsan. Əgər hazırda söz dinləməyin bir uşaqla çətinlik çəkirsənsə və ya evinin davamlı qışqırıq və cəza döngəsinə çevrildiyini hiss edirsənsə, bu video uşaq böyütməklə bağlı bildiyin hər şeyi dəyişəcək. Çoxumuz düşünürük ki, uşaq pis bir şey edirsə, cəza verilməlidir. Yaxşı bir şey edirsə, ona mükafat verilməlidir. Uşaqların manipulyativ olduğu və iradələrinin erkən qırılmalı olduğu öyrədilib. Buna görə də qışqırıq döngəsinə giririk. Biz uşağa deyirik oyuncaqlarını yıxsın. O qulaq asmır. Səsimizi qaldırırıq, yenə qulaq asmır. Qışqırırıq və nəhayət hərəkət edir. Amma problem budur. Bioloji olaraq qışqıranda uşağın mübarizə və ya qaç reaksiyasını aktivləşdirirsən. Buna görə də beyin kortizolla dolur. Yəni biz uşağı dinlətməyə çalışdıqca əslində dinləməsini bioloji olaraq qeyri-mümkün edirik. Beləliklə stresli, reaktiv və bizdən uzaqlaşmış bir nəsil yaradırıq. Amma Yaponiyada ən sakit və əməkdaşlığa meyilli uşaqları böyüdənlər bu gücün mübarizələrindən istifadə etmir. Onlar ekuji adlı bir anlayışdan istifadə edirlər. Formalaşdırmaq deyil, yetişdirmək fəlsəfəsi. Onlar ömürlük qarşılıqlı hörmət bağı yaradan 8 xüsusi qaydanı bilirlər. Birinci qayda intizam. Bizim bildiyimizin əksinə, intizam uşağa tətbiq edilən bir şey deyil, ona göstərilən həyat tərzidir. Uzun illər aparılan bir araşdırmada Yapon analarının fiziki yaxınlığa daha çox önəm verdiyi aşkar edilib. Digər ölkələrdə körpələrə ayrı otaqda öz başına ağlamağa buraxmaq öyrədilir. Yaponiyada isə uşaqlar 3-4 yaşına qədər valideynlə eyni otaqda yata bilər. Nəticə, oksitosin artır, kortizol isə azalır. Erkən yaxınlıq uşağa güvənli bağlanma verir. İkinci qayda yaxınlıq prinsipidir. Yapon valideyni nadir hallarda uzaqdan qışqırır. Əgər uşaq səhv bir şey edirsə, valideyn yanına gedir, diz çökür və göz səviyyəsində danışır. Bu beynin sosial əlaqə sistemini aktiv edir və əməkdaşlığı təbii edir. Üçüncü qayda isə narahat etmə prinsipidir. Uşaqlara kiçik yaşdan qrup harmoniyasını düşünmək öyrədilir. Qaçma, çünki mən dedim. Əvəzinə, qaçsan başqalarını narahat edə bilərsən kimi izah edilir. Dördüncü qayda, səbir və emosional özünü idarə. Uşaq bir şey istəyib ağlayanda valideyn onu sakitləşdirməyə çalışmır. Emosiyanı qəbul edir və gözləyir. Bu gecikmiş mükafatlanma bacarığını inkişaf etdirir. Beşinci qayda, qida təhsili. Uşaqlar yemək hazırlığında, süfrə yığışdırılmasında və təşəkkür mədəniyyətində iştirak edir. Bu onların istehlakçı yox, iştirakçı hissini gücləndirir. Altıncı qayda müstəqillikdir. Yaponiyada 7 yaşlı uşaqlar metroya tək minə bilir. Bu özünə güvəni artırır. 7-ci qayda aşağı konfliktli ünsiyyətdir. Yox demək əvəzinə duyğu əks etdirmə. Güzgü metodu istifadə edilir. Parkdan getməyin səni kədərləndirdiyini görürəm. 8-ci qayda isə nümunədir. Valideyn uşağın dərsliyidir. Uşaq gördüyünü öyrənir. Yəni, uşağın qışqırmağını istəmirsənsə, sən də qışqırmamalısan. Məsələn, supermarketdə uşaq oyuncaq istəyir. Köhnə üsul qadağa və qışqırıqdır. Yeni üsul isə emosiyanı qəbul edib sakit şəkildə sərhəd qoymaqdır. Qısa xülasə, qışqırığı dayandırmaq, fiziki yaxınlığı artırmaq, empatiya ilə izah etmək, səbir göstərmək, nümunə olmaq. İlk addım indi başlayır. Uşağın yanına get və onu 10 saniyəlik də olsa qucaqla, heç nə demə. 7 gün ərzində fərqi görəcəksən. Növbəti videolarımız üçün bizi izləmədə qalın. Təşəkkür edirik.